Okey. Salam dostlar. Mən öyrənmək və öyrəndiklərimi bölüşmək məqsədi ilə YouTube-a video içəriklər belə deyim, qoymağa qərar vermişəm və bu Java ilə bağlı şeylər. Tam o Java ilə bağlı deyil əslində bu yerləşdirəcəyim video. Bu dizayn patternlarla bağlıdır. Və mövzu olaraq da Head First kitabında ilk dizayn pattern kimi qeyd olunan və haqqında danışılan dizayn patternını danışmaq istəyirəm. Strateji dizayn patternından yəqin ki, videonun adında da görürsünüz həmin pattern adını. Okey, bu example nümunə kitab üzərindən olasıdır. Demək olar ki, sadəcə olaraq sözlər Azərbaycan dilində olasıdır və metodlar, funksiyalar Azərbaycan dilində və öz yorumumdan da biraz sizin üçün anlaşılır bir vəziyyətə gətirmək istəyəsiyəm və çalışasıyam bunun üçün. Okey, deməli belə. Dizayn patternları haqqında yəqin ki, danışmağa ehtiyac yoxdur. Xırda məlumatlar, boş məlumatlarla vaxtınızı almaq istəmirəm. Birbaşa keçək məsələyə. Burada videonun məqsədi uzun ola bilər sizin üçün. Bəlkə dəqiqələri, bəlkə yarım saat, bəlkə 40 dəqiqə olası videonun uzunluğu. Amma video necə gedəsiz? Başlanğıc səviyyə, orta səviyyə və son nəticə formasına gedəsiz və başlanğıc səviyyədə biz necə oldu, nə istifadə edirik, sonra bundan yaxşı bunu istifadə edə bilərdik, amma bunun mənfisi budur, müsbəti budur kimi özümüzü belə deyim, dərs çıxarda dediyimiz səhvlər buraxıb, səhvlərdən dərs çıxarda növbəti steplərə keçəsik. Okey, çox uzatmadan keçək əsas məsələyə. İndi ilk başlanğıc üçün biz hələ ki, belə deyim, interfeysləri bilmirik, ancaq belə deyim, inheritance bilirik, o da sadə proqram inheritance bilirik. Məsəl üçün bizim sadə klassımız var, ördək klassımız var və ördək klassının 3 ədəd funksiyonallığı var. Uçmaq, üzmək və səs çıxartmaq var və bizim 2 ədəd klassımız var. Oyuncaq ördək və vəhşi ördək klassları və biz bildiyimiz kimi extend keyword-ü varis almaq üçün istifadə olunur. Məsələn, oyuncaq ördək klassından biz extend alsaq, çünki oyuncaq ördəkdə bir ördək olduğuna görə birbaşa ördək klassından biz bunu extend ala bilərik və extend aldığımız zaman nə baş verir? Bir dənə də new main class, kəşki bunu əvvəldən yaradardım. İndi vaxtımda yetməz. Main class içərisində və main metodda. Okey, biz bunu harada yaratdıq? Səhvləmirəmsə, oyuncaq ördək klassında, bəli, extend almışdıq. Bəli, oyuncaq ördək klassının bir ədəd obyektini yaradırıq. Oyuncaq ördək bərabərdir new oyuncaq ördək şəklində obyektimizi yaratdıq və referans üzərindən biz obyektimizə müraciət edilmiş səs çıxartma, uçmaq və üzmək funksiyaları bunun içərisinə gəlir. Okey, indi səs çıxartmağı mən birbaşa run elədiyim zaman ekran nə gələsidir? Yazı gəlir, səs çıxarda da bilər, bacarmaya da bilər, amma bizə bu şəkildə mesaj çıxması lazım deyil əlbəttə ki. Bu oyuncaq ördək olduğuna görə bu oyuncaq ördək təsəvvür eləyək ki, səs çıxarda bilmir. Yəni heç bir əlavə funksiyonalıq qoşulmayıb, yəni əlavə səs çıxardıcı bir şey yoxdur və səs çıxarda bilmir. Və biz bunu necə eləyə bilərik? Əlbəttə ki, biz bunu eləmək üçün ördək klassında olan səs çıxartmaq, uçmaq və üzmək. Bu metodların hamısını məcburən götürməliyik, ya kopyalayıb götürməliyik, ya da bir-bir əllə oyuncaq ördək klassının içərisinə yazmalıyıq ki, bunu oyuncaq ördəyə uyğun şəkildə nə edək? Override eləyək. Override eləmək nədir? Metodun, belə deyim, bodisini, məntiqini dəyişməkdir. Məntiqini dəyişək. Məsəl üçün, oyuncaq ördək klassımız nə edə bilər? Uça da, uçmaya da bilərmi? Yox. Oyuncaq ördək, tutaq ki, motor zad qoşulmayıb, uça bilmir. Uça bilmir. Okey, bunu dəyişdik, üzmək. Üzə bilirmi? Tutaq ki, üzməyi bacarır. İndi belə bir ördəkli, bahalı ördək almışıq, oyuncaq ördəyimiz, suya buraxırıq, uça bilir. Okey, üzməyi bacarır, amma səs çıxarda, indi üzməyi bacarır, bahalı, amma səs çıxarda bilmir. Səs çıxarda bilmir. Çıxarda bilmir. Okey, bu şəkildə bir dənə ördəyimiz olur bizim. Okey, biz gəlirik main içərisində ördəyimizi yaratdığımız səs çıxartmağı indi hazırda bayaqlar səs çıxarma ola da bilər, olmaya da bilər formasına gəldi, mesaj göstərilirdi, amma indi hazırda necə gəlsə mesajımız səs çıxarda bilmir şəkildə gəlsin. Niyə görə? Burada override məntiqi işlədiyinə görə. Okey, ekranı bölürük bizim üçün daha aydın və anlaşılır olsun deyə. Okey, burada gördüyümüz kimi ördək klassında metodlarımız var və uyğun şəkildə bizim metodlarımız var harda? Belə deyim, oyuncaq ördək klassında. Və oyuncaq ördək klassından nə baş verib? Overriding baş verib. Bunu necə yoxlaya bilərik? Əl işarəsi override annotation ilə yoxlaya bilərik. Qoyduq üzərinə və həmin metodun override olduğunu göstərir. Yəni artıq parent klassdakı
səs çıxartma metodunu yox, onun override olunmuş formasını ekrana çıxardasınız. Çünki nəyə görə? Bunun referans type yox, obyekti new oyuncaq ördəklə işarələnir. Bunu ördək formasına yaza bilərdik daha şey olsun. Ördək, oyuncaq ördək bərabərdir new oyuncaq ördək. Run etsək, yenə səs çıxarda bilmir formasında ekrana yazı çıxartsın. Və eyni qaydada biz bunu eləmək üçün vəhşi ördək klassında eynisini eləməliydik. Eyni metodları yazmalıyıq təkrar və bizə uyğun şəkildə override eləməliydik. Və təsəvvür edin ki, vəhşi ördək var, oyuncaq ördək var və bir dənə də əlavə ev ördəyi. Məsəl üçün istifadə funksiyalı kimi. Bizim oyunumuzda məsələn oyun yazmışıq, game yazmışıq və oyunda bir dənə də deyirlər ki, yaxşı da vəhşi ördəklə istifadəçilər oynadı, oyuncaq ördəklə oynadı, biraz da ev ördəklə oynasınlar. Okey, biz o ev ördəyini gətirəndə biz yenə duck klassından, ördək klassından extend almalıyıq. Yenə metodları kopyalayıb atmalıyıq ya da bir-bir bütün metodları hansı metodlar yazmalıyıq. Əgər metod yoxdursa, məsəl üçün gedib müraciət etsək. Məsəl üçün biz uçmağı bura aid etmək istəmirik. Məsəl üçün oyuncaq ördək klassına uçmağı aid etmək istəmirik. Amma biz main içərisinə gəlsək, oyuncaq ördək nöqtə qoysaq, burada uçmaq hələ də bizim metod funksiyalı kimi qalır. Və bu da bizim istəmədiyimiz kodların bizim kodumuza yer almasına gətirib çıxarır. Bu o qədər də yaxşı çözüm olmadı bizim problemimizə. Yəni varis aldıq, okey, funksiyaları götürdük, varis aldıq, amma bu varis alma bizə rahatçılıq təmin etmədi. Əksinə biz extend parent class yazdıq əlavə olaraq. Bizim istəmədiyimiz üzmək metodu gəldi, kodumuz içərisinə daxil oldu. Ondan sonra təkrar biz həmin metodları ənlə təkrar yazmış olduq ki, override eləyək. Metodu başdan yazmış olduq, başdan yazdıq, məntiqini başdan yazdıq və bu da bizim işimizi rahatlaşdırmaq vəzində bizi daha da çətin vəziyyətə salmış oldu. Okay. Ona görə də bu metodu nə etmədik? Biz bəyənmədik. Nəyə görə bəyənmədik? Çünki biz extend eləməyimizə baxmayaraq, extendin bir dənə mənfisi oldu ki, məsələn, bizim oyuncaq ördəyimizdə uçmaq funksiyası yoxdur, üzr istəyirəm. Uçmaq var, okey, uçmaq funksiyası yoxdur, amma biz avtomatik olaraq uçmaq funksiyasını burada gətirib görə bilirik. Bu da bizim işimizi rahatlaşdırmaqda çətinləşdirir. Okey, üzmək başqa funksiyaları birəbir okey, eyni qalan funksiyalara bu şamil edilir. Okey, yaxşı bir funksiya davranışdır, amma biz əgər həmin məntiqləri dəyişmiş oluruqsa, bir də bu metodu təkrar yazmağımız, override məntiqini override eləməyimiz, metod adını təkrar yazmağımız, bodisini təkrar yazmağımız bizə o qədər də funksiyonalıq təmin eləmədi. Buna görə də biz daha yaxşı üsul kimi bunu nə edə bilərik? Bu uçmaq, üzmək və səs çıxarmaq. Bunlar ayrı-ayrı funksiyonallıqlardır. Biz indi biraz solid prinsiplərini araşdırmışıqsa, interfeysləri parçalama deyə bir anlayış var orada. Yəni o qulaqdan doğma biz eşitmişiksə və məqsədini bilmiriksə, burada nə edə bilərik? Biz bu funksiyaları ayrı-ayrı interfeyslərə bölməyi seçə bilərik. Okay. O qaydada görə nə baş verir? Başlanğıc səviyyədə biz nə etdik? Extend aldıq. Extend aldığımız zaman bu bizim işimizi görmədi və artıq bildik ki, bu bizim üçün okey, yaxşı variant deyil və orta səviyyə biz bunu interfeysə çıxardıb yeni bir yoxlama eləmək levelinə gəlmişik. Bu da bizim üçün nədir? Orta leveldir. Okay, gəlirik, sağ klik, new package. Okay, bu da orta səviyyədə hazırda. Biz orta səviyyədə bizim indi nə edirik? Dedik ki, orta səviyyədə biz interfeysləri yaradırıq və interfeysləri implement edib kodumuzu interfeyslərə parçalanmış şəkildə yazmaq istəyirik. Görək, bu bizə nə kimi pluslar qatır, nə kimi minuslar qatır. Okay. Bizim indi uçmaq, üzmək və s. bu qədər çox interfeys yaratmamıza ehtiyac yoxdur. İndi uça bilmə. İndi uça bilmə interfeysi yaradırıq və uçma interfeysi, daha doğrusu uçma. Uça bilmə deməyə, uça bilmir, biraz qəribə çıxır. Okay. Uçma interfeysi yaratdıq və bir dənə də üzmə interfeysi yaratdıq. Üzmə. Okay. Deməli, bunları da ekran biraz təmizləyək ki, biraz səliqəli olsun. Üzmə, uçma, hamısı buradaydı. Bunlardan da çıxdıq. Okay. Deməli, bundan da çıxaq, bundan da çıxaq, ehtiyac yoxdur. Üzməni klass yazmışıq. İndi interfeys eləyək buna. Okay, biz bildiyimiz kimi interfeyslər nədir? Interfeyslərdən obyekt yaratmaq olmur. Interfeyslər abstrakt metod olur. Okay, abstrakt metoddan əlavə statik və default
istifadə edib biz body metodlar yaza bilərik, amma hələ ki ehtiyac yoxdur. Üzmədə deməli bir dənə metod yazırıq. Üzə bilmə metodu. Burada ördək klassının içərisində həmin üzmə metodumuz olmalıdır. Uçmaq metodu var məsəl üçün. Uçmaq metodunu götürdük və üzmək metodunu götürdük. Okey. Bu iki metodu götürdük. Uçma metodunu götürdük. Buraya yapışdırırıq. Okey. Uçmaq metodu. Uçmaq metodunu əlavə elədik. Body'si yoxdur. Niyə görə? Public. Modifier ehtiyac yoxdur. Hamısı publicdir. Body'si yoxdur çünki bu abstract metoddur. Okey. Uçmaq metodunu əlavə elədik və üzmək klassının içərisinə də üzmək metodunu əlavə eləyirik. Buradan da public yığışdırdıq. Üzməyə də bəli nöqtəli vergül qoyduq. Yığışdırılması xəta vermirdi, amma yenə də biraz diskomfort yaradır. Boz rəngdə işlənməyən kod niyə görə kodumuza qalsın ki? Okey, uçma və üzmə funksiyaları gətirdi. İndi bizim iki ədəd interfeysimiz var. Uçma və üzmə. Biz bunları istədiyimiz şəkildə yaza bilərik. İstədiyimiz klasslara nə edə bilərik? Override edə bilərik. Okey, Java class yenə də həmişəki qaydada ortaq ördək klassımız var. Çünki bu oyuncaq ördək və vəhşi ördəklər bundan istifadə edə bilər. Okey, ördək klassı var. İndi ördək klasslarının ortaq cəhətləri var. Tutaq ki, buradakı digər iki dənə funksiyallıq bayaqlarımı istifadə etdiyim üzməkdən əlavə səs çıxartmaq məsəl üçün. Səs çıxartmaq ikisi üçün də ortaqdır. Bütün ördəklər üçün tutaq ki, ortaqdır. Səs çıxar. Okey. Bütün oyuncaq ördəklərdə əlavə olunub, bütün belə deyim, belə qulaq səsi çıxardır deyə məsəl üçün. Okey, bu public class olduğuna görə bütün ördəklər qulaq səsi çıxarda bilir və indi biz nə etməliyik? Oyuncaq ördək və vəhşi ördək bayaq kimi klasslarını yaratmağa indi çalışsaq, Java class nə yaradırıq? Oyuncaq ördək klassını, oyuncaq ördək. Okey. Ördək klassını yaratdıq. Oyuncaq ördək bir ördək olduğuna görə bu dakı yerişdirək bayaqdan ördəylə gedir. İndi dak yazmış. Okey. Nə eləyək? Ördək. Okey. Oyuncaq ördək bir ördək olduğuna görə extend alır. Nədən? Ördək klassını. Ördək klassından extend alır və bunun uçma və üzmə bacarıqları olduğuna görə indi ördək klassını açıram. Bunun içərisində ancaq səs çıxartmaq var, amma uçma və üzmə bacarıqları başqa bir interfeysə çıxdığına görə biz bunları ayrı-ayrılıqda nə etməliyik? Implement almalıyıq. Okey, implement eləyirik nəyi? Uçmağı və vergül qoyuruq, üzməyi. Okey, bu nə deməkdir? Yəni implement biz istədiyimiz qədər klassı implement ala bilərik vergüllərin ayırma şərtinə, amma ancaq bir klassı extend ala bilərik. Okey. Abstrakt klass eləsək bizim override eləməyimizə ehtiyac qalmır, amma biz nə etməliyik? Metodları implement eləməliyik uyğun şəkildə. Okey. Bizim oyuncaq ördəyimiz uçmağı bacarır. İndi tutaq ki, bizim oyuncaq ördəyimiz uçmağı bacarır. Sistem out println uçmağı bacarmır. Okey. Uçmağı bacarır. Üzməyi amma bacarır. Üzməyi bacarır. Sistem out println yaxşı üzür. Okey. Yaxşı üzür. Yəni bizim nə oyuncaq ördək klassımız oldu. Extend aldı ördək klassını, implement aldı uçma və üzmə interfeyslərini implement aldı. İki ədəd override gəldi. Uçma və üzmə abstrakt metodlarını mən override elədim. Hansı interfeysdəki üzmə və uçma interfeysindəki bu metodları override elədim. Okey, bu şəkildə qəşəngdən o qədər səliqəli görünməsə də override-lar yazdım məsəl üçün. Bu şey yazıb səliqəli görünmür, amma yenə də biraz kodumu belə deyim, istədiyim formaya gətirmiş oluram kimi olur. Okey. Deməli, oyuncaq ördək klassından başqa bayaq da bizim bir dənə vəhşi ördək klassımız var idi. İndi bir dənə klass yaradırıq. Nə? Vəhşi ördək klassı. Okey, vəhşi ördək klassını yaratdım. İndi vəhşi ördək klassda bir ördək olduğuna görə extend alır ördək klassından, implement alır üzmək və uçma interfeyslərindən. Bunlar da nə edir? Implement eləyir. Okey. Yenə kodlar gəldi. Yenə mən implement eləməliyəm. Yenə əlavə kod yazmalıyam. Sistem out println. Okey, bu vəhşi ördək nədir? Vəhşi ördək. Vəhşi ördək uçmağı yaxşı bacarır. Yaxşı bacarır. Okey, üzməyi də mükəmməl bilir. Mükəmməl üzücüdür. Okey.
üzücüdür şəklində. Məsələn, düzdür, bu qədər də şey yazılmır, yazmaya bilərik. Yüzməyi bacarır ya da uçmaq bacarır şəklində yaza bilərdik. Yox ki, bu şəkildə 2 ədəd oyuncaq ördək və vəhşi ördək klasslarımız olur. Bir dənə də bura main klass əlavə eləyək. Okay, main klass əlavə elədik. Bir dənə PCBM əlavə elədik. Deməli, oyuncaq ördək bərabərdir new oyuncaq ördək. Oyuncaq ördək klassını yaratdıq. Oyuncaq ördək dediyim zaman, nöqtə dediyim zaman uçmaq, üzmək və səs çıxartmaq funksiyaları gəldi. Uçmağı çağırdım və uçmaq işlədi. Uçmağı bacarmır. Nə oyuncaq ördək, amma mən eyni qaydada burada nəyi yaradıram? Vəhşi ördək klassını yaradıram. Vəhşi ördək klassı, vəhşi ördək bərabərdir new vəhşi ördək. İndi vəhşi ördək nöqtə deyirəm. Vəhşi ördək nöqtə və uçmağı çağıram indi. Görək bacarım, bacarmırmı? Yaxşı bacarır, yaxşı bacarır. İndi bu mən ördək üzərindən ördək, vəhşi ördək, ördək bərabərdir new vəhşi ördək deyə bilərəm, düzdür? Nöqtəli vergül. Mən amma vəhşi ördək üzərindən nöqtə uçmaq funksiyasını çağırmaq istəyəndə çağıra bilmirəm. Niyə görə? Çünki bu ördək vəhşi ördəyin nə tipindədir? Ördək tipindədir və ördək klassı, parent klassı içərisində uçmaq adlı bir dənə metod olmadığına görə mən bunu çağıra bilmirəm. Mən məcburam ki, bunu nə tipində eləyim? Uçma tipində eləyim. Uçma interfeys tipində vəhşi ördək, new vəhşi ördək elədiyim zaman vəhşi ördək 1 yazım. Bunu bayaq ki, səhv ona görə ola bilər deyə bunu təkrar dəyişək ki, görək. Ona görə deyil, səhv ördək, vəhşi ördək. Vəhşi ördək 1 nöqtə uçmağa çağırdığım zaman xəta verir, amma bura deməli uçmaq tipində bir dənə yazıramsa, vəhşi ördək nöqtə uçmaq tipində çağırıram və run etdiyim zaman burada həmin override edilmiş forma çalışır. Amma mən bunu biraz o qədər də xoş gələn hal deyil də. Hər dəfə belə fərqli, məsələn, vəhşi ördək yaza bilərəm. Bunun tipini dəyişib, məsəl üçün, vəhşi ördəyi oyuncaq ördək eləyə bilərəm. Oyuncaq ördək elədiyim zaman, nöqtə uçmaq dediyim zaman bu dəfə düzdür. Oyuncaq ördək uça bilmir gərəsi, amma yenə də bu kod o qədər də ələ yatımlı və başa düşülən kod olmadı. O qədər rahat kod olmadı. Həm buna görə, həm də bir dənə məsələ var. Runtime zamanı belə deyim, funksiyonalını dəyişməz. Mən bunu run zamanı necə dəyişə bilərəm? Birbaşa vəhşi ördək 1-i bərabər eləyə bilərəm new belə deyim, oyuncaq ördək nöqtəli vergül. İndi vəhşi ördək 1 nöqtə dediyim zaman, uçmağa çağırdığım zaman uçmağı bacarmır şəkildə gəlsin. Amma mən məcburam hər dəfə təzə bir dənə klass, təzə bir dənə referansla müraciət edim. Çünki uçmaq funksiyalığı uçma klassındadır, üzmək funksiyalığı üzmə klassında interfeysin olduğuna görə məcburam bunları dəyişim. Bir də belə deyim, bu yenə də mən məsəl üçün burada oyuncaq ördək klass yazmışam. Məcburam ki, bütün interfeysləri nəzərdən keçirdim. Görək oyuncaq ördək klassıma ortaq interfeyslər varmı, yazılıbmı, yazılıbsa hansılardır, onları məcburam implement ilə bir-bir adlarını qeyd edeyim. Adlarını qeyd edəndən sonra məcburam ki, onları tək-tək override edeyim. Və bu da əməlli başlı uzun bir proses. Extend edeyim, implement edeyim və override sadəcə olaraq gəldi ki, bu metodlar var. O metodlar lap yaxşıdır. Bastım, gəldi override məntiqi, təzədən override eləmiş oldum. Təzə bir dənə funksiyonallığı gəldi, məsəl üçün ümumi ördəklərə xas olan bir dənə funksiyonallığı gəldi. Təkrar mən məcburam əlavə edeyim. Əlavə edəndən sonra bütün kodun hər yerində xəta verəsdir. Məcburam bütün xəta verən yerlərə dəyişim. Bu yenə də işimi biraz səliqə salsam belə o qədər də rahatlaşdırmış olmadı mənim işimi. Çünki kodda bir dənə dəyişiklik bütün kodun bütün override'larında dəyişikliyə gətirib çıxarır. O qədər də yaxşı olmur, o qədər də belə deyim,
loose coupling və tight coupling anlayışı var. Biraz esnək əlaqə olmalıdır, sıx əlaqə olmamalıdır kodlar arasında, klasslar arasında. Bu əlaqəni mümkün qədər esnəkləşdirmək lazımdır. Yəni bir-birinə asılılığı mümkün qədər azaltmaq lazımdır. Okey, indi bunları bildik, müsbətlərini, mənfilərini bildik, bura qədər gəldik. İndi gəlirik dərsimizin, belə deyim, videomuzun mövzusu əsas məsələyə. Başlanğıc, orta və son yazaq bunda. Son klassı yox, əslində son paketi. Okay, new package son paket içərisində. Nəticədə, son nəticədə necə bir kodu hansı vəziyyətə gətiriyor, onu da qeyd edək. Bunun üçün bizim əslində bayaq yazdığımız məntiq qəşəng məntiq idi. Uçma və üzmə interfeysləri yaratmışdıq və bu interfeyslər amma istifadə eləmə tərzimiz o qədər də xoşumuza gəlməmişdi. Yəni. Ona görə də bu xoşumuza gəlibsə yaxşıdır. Bu iki interfeysi götürürəm və paketimə əlavə edirəm. Okay. Paketə əlavə edilməli iki interfeys. Bu iki interfeys nədir? Bunlardan bir dənə X verək çıxaq. Bir dənə iki interfeysi saxlayaq. Uçma və üzmə interfeysləri və birinin içərisində abstrakt uçmaq metodu, birində də abstrakt üzmək metodu var. Okay. Bu iki interfeysin və içərisindəki abstrakt metodların bizə məlumdur. İndi biz nə edə bilərik? Uçmaq və üzmək bacarıqları hansı hallarda cəmləyə bilər? Məsəl üçün, necə ola bilər? Uçmaq qanadla uça bilər, uça bilməyə bilər. Məsəl üçün, ya da belə deyim, motor qoşulub, belə deyim, oyuncaq ördəyi uça bilmir, qanadla uça bilmir, nə ilə uçmalıdır? Motor qoşulub uçur, məsəl üçün. Motor qoşulub uça bilər, ya da üzmək, məsəl üçün, gəmi kimi, məsəl üçün, gəminin üzmə mexanizmi necə qurulubsa, mexanizmlə üzə bilər, ya öz ayaqlarının hesabına özünə üzmə bacarığı üzə bilir funksiyası ola bilər, ya da ümumiyyətlə üzə bilməyə bilər. Bu da üzə bilməyən ördək, bilmirəm də, mövcud olar yoxsa, məsəl üçün, nə? Üzə bilməyən ördək, necə ördəkdir? Məsəl üçün, taxta ördəkdir, suya qoyursan batır, bu üzə bilmir, məsəl üçün. Elə bir şey olar, daş ördək, məsəl üçün, üzə bilmir. Daşdan heykəlini qoyublar, ördəyin heykəli üzə bilmir, suya qoyursan batır. Belə bir şey ola bilər, ümumiyyətlə üzə bilməyə bilər. Okay, bu funksiyalar nəzərə alıb iki dənə кейsdə dayanaq. Məsələn, üzə bilir, uça bilir, üzə bilmir, uça bilmir şəklində qala bilərik və biz bunu konkret klasslar şəklində göstəririk və üzə bilir klassı və üzə bilmir klassı. Java class üzə bilmir klassımız var. Okay. Üzə bilir, üzə bilmir. New, bir dənə new Java class uça bilir, uça bilmir. Uça bilir və uça bilmir konkret klasslarımız var və bunlar uyğun olaraq uça bilmək, uça bilməmək nədən implement almalıdır? Əlbəttə ki, uçmaq interfeysindən implement almalıdır. Və uyğun şəkildə nə edir? Okay, override eləyir nəyi? Bizim uçmaq metodumuzu override eləyir. Uça bilmir. Yazırıq sort. Bu ördək uça bilmir. Bu uça bilmir yaza bilərik. Ördəkdə istifadə edə bilərik. Başqa bir istifadə edə bilərik. Uça bilmir yaza bilərik. Okay. Uça bilmir yazdıq. Uça bilir də. Okay, burada yazırıq ki, sistem out print eləyən. Sistem out print eləyən yapacaq. Bunu implement eləyirik. Uçmanı demək. Səhvədə implement metod. Okay. Sistem out print eləyən. Yazdıq burana uça bilir. Deməli, interfeys implement edib uçmadan və uça bilir və uça bilmir adlı konkret bizim klasslarımız var və əgər uça bilirsə uça bilir, uça bilmirsə uça bilmir metodlar yazmışıq. Metod içərisində sistem outda belə yazmışıq. Siz başqa bir kod məntiqi yaza bilərsiniz yəni burada. Okay. Üzə bilir və üzə bilmir. Bu da uyğun şəkildə implement edir üzmə. Okay. Implement metod. Okay. Üzə bilir. Sistem out print edən. Üzə bilirsə üzə bilir. Nə deyirik ki, üzə bilir. Okay. Üzə bilmir də üzmədən implement alır.
Implement nədən? Üzmə interfeysini. Okay. Yine abstract. Okay. Implement metod. Okay. Üzməkdən bu üzə bilmirsə, deməli neyinir? Üzə bilmir. Üzə bilmir. Nə gözəl. Deməli, 2 ədəd interfeysimiz var və uyğun funksiyalara uyğun 4 ədəd konkret klassımız var. Bu, əlbəttə, çox ola bilərdi. Uçmağa uyğun bayaqları misallar verdik. O adda klassları yarada bilərdi. Yüzməyə uyğun bayaq misallar verdik. O adda klassları yarada bilər. Amma bu bizim işimizi oxumaqdan başqa heç bir şey deyil. Ona görə də bu qədər belə example kifayət. İndi biz bu funksiyalıqları kənar bir klassa və interfeysə çıxartdıq. Nə qəşəng, nə gözəl də elədik. İndi məsələ nədir? Biz bunları nə üçün yazmışıq? Hansı klass üçün yazmışıq? Nəyə xidmət edəsidir? Bizim bayaqdan yazdığımız ördəyin funksiyonallıqlarını təmin etmək üçün yazmışıq bunlar. Düzdür? İndi biz gəlirik bayaqdan çalışdığımız, əlləşdiyimiz həmin ördək klassını nə edirik? Burada həmin ördək klassını yaradırıq. Okay. Ördək klassını yaratdıq. Bu bizim ümumi ördək klassımızdır. Biz bayaqların ördək içərisində, məsələn, bu ördək klassının abstrakt klass eləyə birinci. Abstrakt niyə görə? Çünki ördəyin birbaşa biz obyektin yaradası deyil. Çünki niyə ördək deyə bir klassımız olası deyil. Biz əsasən ördəkləri həmin hansı tipdə olduğuna əsasən yaradasın. Məsəl üçün, bu vəhşi ördək ola bilər, oyuncaq ördək ola bilər, evcil ev ördək ola bilər və s. kimi klasslar yaranasıdır. Bu klasslar eksternal ördək klassından və ördək klassı üzərindən biz həmin klassları yaradasıyıq. Bu şəkildə davam edəsiniz. Okay, nə qəşəng, nə gözəl. Deməli belə, biz ördək klassını abstrakt klass elədik. Abstrakt klass eləyəndən sonra bu ördək klassı içərisində indi işin ən maraqlı və can alıcı nöqtəsi buradır. Biz yaratdığımız interfeys və klassları nə kimi əlavə eləyəsirik bu ördək klassının içərisinə, abstrakt klassının içərisinə. Biz bildiyimiz kimi interfeyslərdən fərqli olaraq abstrakt klassların içərisində filləri, belə deyim, instance feedləri yerləşdirə bilirik. Biz abstrakt klass içərisində, interfeys içərisində yerləşdirə bilərik əlbəttə ki, bir dənə dəyişəni. Məsələn, string name yaza bilərik. String name yaza bilərik. Nöqtəli virgül qoyulur. Amma bizə xəta verəs. Nəyə görə xəta verəs? Bu default olaraq public static final olduğuna görə, public static final olduğuna görə məndən avtomatik olaraq burada dəyişənə hər hansı bir dəyəri mənimsətməyimi tələb edir. Ona görə bu bizim case-də o qədər də belə deyim, lazımı hal deyil və digər məsələdə interfeyslərin konstruktorunun olmamağıdır. Məsələn, bizə konstruktor lazımdır, dəyərləri konstruktordan ötürmək üçün, məsələn, ördək klassına. Və bu konstruktor funksiyalı bizim interfeyslərdə yoxdur. Ancaq abstrakt klasslarda mövcuddur. Buna görə biz burada klass niyə görə klass eləmirik? Çünki biz bunun obyektin, ördək klassının obyektin yaradası deyilik. Niyə görə interfeysləmirik? Çünki interfeyslər içərisində, məsələn, burada string name yazıramsa, nöqtələ vergül. Burada heç bir xəta vermir. Niyə görə? Bunlar statik və final olmadığına görə xəta vermir və mənim ördək klassımın nəyi var? Abstract klassımın nəyi var? Generate eləyəndə bir constructor generate eləyə bilirəm. Ördək klassının abstract klassları konstruktoru olur, amma interfeyslərdə konstruktor olmur və dəyərlər, dəyişənlər nə olur? Final, public static və final olur. Okay. Bunu yığışdırdım. İndi ördək abstrakt klassıma bayaqları mənim yaratdığım interfeyslər vardı. Uçma və üzmə interfeyslər vardı. Bunları nə kimi verirəm? Dəyər kimi birbaşa bura ötürürəm. Üzmə və uçma dəyişənlərini birbaşa bura dəyər kimi ötürürəm və istifadə eləməyə çalışasın. Okay. Nə güzel. Ördək klassının içərisində üzmə və uçmanı dəyər kimi ötürdüm bura. Okay, nə qəşəng, nə gözəl. İndi ördək klassının içərisində bəzi funksiyalıqlarımız ola bilər. Məsəl üçün, bu nə ola bilər? Getter, setterlər ola bilər. Yəni, get funksiyalıq və set funksiyalıq ola bilər. Buna əlavə nə kimi funksiyalıqlarımız ola bilər? Getter, setter ola bilər və bir dənə də hansı klassın çalışdığına aid abstrakt metod yaza bilərik bura. Abstrakt metod yaza bilərik. Deməli, public abstract void hansı klass çalışdı deyə metod yaza bilərik. Okay. Abstrakt olduğuna görə bodysində xəta verir.
Bodisini yığışdırıram. Hansı metod çalışırlarda abstrakt bir dənə klasım var. Deməli belə, abstrakt bir dənə klasım var. Bir dəqiqə mən su götürüm. Davam eləyək. Okey, gəldi. Deməli belə, davam eləyək qaldığımız yerdən. Bizim bir abstrakt klass var. Hansı klass çalışda da abstrakt bir dənə klassımız ola bilər və burada 2 ədəd funksiyonlu yazıram. Məsəl üçün, bunlar nədir? Hansı, belə deyim, üzə bilirmi, uça bilirmi klass? Onu bildirmək üçün public, bunu necə adlandıra bilərik? Void, public void, üzə bilirmi? Üzmə bacarığı, üzmə bacarığı yaza bilərik. Üzmə bacarığı. Okey. Bunu yazdıq, yaratdıq. Nöqtəli vergül qoyduq. Üzmə nöqtə. Okey. Bir də bunu biraz siz görmürsəm, biraz narahat edir. Okey. Üzmə nöqtə, üzmək. Okey. Üzmə nöqtə, üzməyi yazdıq bura. Okey. Public void, public void. Burada balaca və çevrə, üzmə bacarığı. Bunu dəyişəliyək. Uçma bacarığı. Okey, bunları əlavə elədik. Uçma nöqtə, uçma deyə çağırdıq. Deməli, bu nədir? Bizim getirlərimizdir. Üzməyi bacarırmı, uçmağı bacarırmı? Bir də settler əlavə edə bilərik. Yəni, təzə funksiyalar əlavə edirik. Üzə bilmək, məsəl üçün, bir yerə qədər üzə bilirdi, sonradan üzə bilmədi. Bir yerə qədər uça bilmirdi, sonradan uça bildi. Kimi funksiyalarını dəyişə bilərik. Məsəl üçün, bizim oyuncuq ördəyimiz var. Əvvəl, məsəl üçün, oyunda ya da nədəsə oyuncaq ördəklər uça bilmirdi, amma təzə buraxmışlar, uçmağı bilir, məsəl üçün. O necə dəyişərsən, bir də kod içərisində bir dəyişməyə ehtiyac yoxdur. Ancaq yeni obyektin referansını göndərməklə, həmin üzmə bacarığının referansını göndərməklə bunu üzən vəziyyətə, uçan vəziyyətə gətirmək olsun deyə ördəyimizi. Bu da koda bir dinamiklik qatmaq üçündür. İndi istifadə кейsində daha aydın görünəsidir. Okay, indi bizim setterlərimizə ehtiyacımız var. Public, bunu void eləyək. Deməli, bu üzməni update olsa bilirik, update üzmə. Okay, bunu gətiririk. Üzmə tipində bir dənə dəyişən gətiririk. Üzmə tipində üzmə. Okay, bunu nə eləmiş oluruq? Üzmə bərabərdir. This nöqtə üzmə. This nöqtə üzmə bərabərdir. Buradakı üzmə bacarığına. Okay. Deməli, update üzmə, update və uçma. Public void update uçma deyirik və bura nə gətiririk? Uçma tipində bir dənə uçma bacarığı gətiririk. Okay. This nöqtə uçma bərabərdir buradakı uçmaya. Buradakı this keyword nə iş görürdü? Bu klass içərisindəki dəyərə, buradan gələn dəyəri mənimsətmək işinə baxırdı. Okey, deməli, hansı çalışdı şəklində yazdıq. Burada ördək klassımızı tamamlamış olduq. Ördəyin funksiyalı uça bilməyini, üzə bilməyini bir dəyər kimi ördək klassının içərisində saxladıq. İndi məsələ nədir? İndi məsələ vəhşi ördək və oyuncaq ördək klasslarını yaratmağa gəldi əsas məsələ. Deməli, biz burada bir ədəd klass yaradırıq. Bu klassımız adı vəhşi ördək. Vəhşi ördək klassımızı yaratdıq. Vəhşi ördək klassımızı nədir? Bu bir ördəkdir. Burada has və is relationlar var. İndi bilməyənlər gedib araşdıra bilər. Has və araşdırmalı o qədər çətin mövzu deyil əslində. Is. Has nədir? Məsəl üçün, ördək klassı içərisində üzmə və uçma dəyərləri var. Bu has əlaqəsidir. Ördəyin içərisində üzmə və uçma var. Amma vəhşi ördək extends ördək deyəndə bu nə olmuş olur? Hər bir ördək klassıdır. Is əlaqəsi qurmuş oluruq. Bundan ibarətdir.
Burada metodları implement edirik. Burada əsas implement olması metodu nədir? Hansı klass çalışdı? Burada sistem adı print edən vəhşi ördək string yazsaq yaxşı idi. Vəhşi ördək klası çalışdı şəklində ekrana bir dənə mesaj veririk. Okey, nə qəşəng, nə gözəl. İndi əsas məsələ. Əsas məsələ deyəndə bayaqdan əsas məsələ, hamısı əsas məsələdir. Burada diqqətli olmaq lazımdır. Okey, burada biz nə edə bilərik? Vəhşi ördəyin obyekti necə yaradır? Məsələn, bir dənə vəhşi ördək yaratmaq istəyirik. Vəhşi ördək, bir new vəhşi ördək yaradırıq. Ördək, new vəhşi ördək yaradırıq və ya bu zaman biz dəyərləri konstruktorla ötürə bilərik ya da konstruktor içərisində dəyər mənimsə bilərik. Biz gəlin konstruktor ötürək ki, kodumuz daha belə səliqəli olsun. Okey, buna görə də nə edirik biz burada? Bir dənə sağ klik generate edirik. Bir dənə konstruktor yaradırıq. Amma avtomatlar boş konstruktor yaradır. Niyə görə? Burada heç bir dəyər olmadığına görə boş konstruktor yaratmış olur. Bura 2 ədəd dəyər deyirik, göndərmək lazımdır. Uçma tipində uçma dəyəri və üzmə tipində üzmə dəyəri göndərmək lazımdır deyirik. Okey, nə gözəl. Göndərmək lazımdır, göndəririk. Bəs bunu har eləməliyik? Burada extend keyworddən istifadə etmiş gördüyünüz kimi. Bu bizə nəyi təmin edir? Varislik. Yəni ördək klassında olan dəyişənlər, hansı üzmə və uçma dəyişənləri bizim vəhşi ördək klassına da avtomatik gəlmiş oldu. Bunun super nöqtə qoyub ya da birbaşa bunu yazmasaydıq belə, yuxarıda uçmanı yazmasaydıq belə gərəsidir. Super nöqtə qoyanda burada görürsünüz ki, burada uçma və üzmə gəldi. Bərabərdir. Uçma nöqtələ vergülü qoyduq. Super nöqtə üzmə dedik. Bərabərdir üzmə. Bunları nə elədik? Əlavə elədik. Amma super nöqtə üzmə, uçma. Super nöqtə üzmə xəta verir. Niyə görə xəta verir? Cast expression eləmək lazımdır deyir və şu ördək klassına qayıdaq. Nəyisə səhv eləmiş ola bilər. Əlbəttə ki, uçma, üzmə, nə səhvləmişik? Üzməni götürürük. Ola bilsin bu başqa klassdan mı götürdü, yoxsa okey. Orta nöqtə üzmə. Uçma, üzmə. Bu niyə gedib oradan götürüb? Maraqlı söhbətdir. Bu o paketdən yox, bu paketdən götürüb. Yaxşı, bunlar protect eləsək nə baş verir? Protect eləsək də bir şey baş vermir. Okey, super nöqtə. Bu ördək klassına hansı ördək klassına götürüb? Bu ördək abstrakt klassına əlavə elədik. Okey. Super nöqtə dedik. Uçmanı bildik. İndi üzməkdən dəyər əlavə edirik. Bu da nədir? Üzmə. Okey, nöqtə vergülü qoyduq. Yenə xəta verir. Bir dəqiqə, bu niyə xəta verirsin ki? Okey, araşdıraq görək. Make üzmə, extend orta üzmə. Son üzmə. Eləsək. Bu nədir? Bunun heç ehtiyac yoxdur. Interface üzmə. Burada bunlara görə xəta verir. Orta klassından gəlir. Paket adları. Hamısı indi bu yaxşılar protect edərdik. Ya da default eləmişik onsuz bu niyə görə? Üzmə, uçma, vəhşi ördəyi. Gəlirik burada yaratdıq. Üzmə. Burada heç nə yoxdur. Heç bir extend ördək. Require type orta üzmə, provide son üzmə. Yaxşı, bunu buradan sildik. Delete eləyək. Bunu delete eləyək. Yəni belə ehtimaldır. İndi yenə xəta verirsən. Bu dəxilsiz xətadır. Məncə bu
Maraqlıdır. Okey. Deməli, super nöqtə uçmaya uçmanı, üzməyə də üzməyə əlavə elədik burada. Okey. Bu şəkildə yazdıq. Dəyərləri mənimsətdik. Konstruktor obyekt yarandığında nolasıdır. Bu gedib avtomat olaraq dəyərləri konstruktoruna ötürüb əlavə eləyəsiyik. Deməli, bizim vəhşi ördək klassımızın hansı dəyərləri varsa əlavə elədik. İndi bir dənə main klass yaradaq və bunun içərisindən də PCB main metod yaradaq. Burada nə edirik? Vəhşi ördəyi ördək tipində vəhşi ördək yaradırıq. Vəhşi ördək yaradırıq. Bərabərdir new vəhşi ördək yaradırıq. Bunun içərisinə biz nə göndərməliyik? New uçma bacarığına. Bu da uça bilirmi, uça bilmirmi? Əlbəttə ki, uça bilir tipində bir dənə obyekt göndəririk və üzmə bacarığı üçün də new üzə bilir şəklində təzə bir dənə nə göndəririk? Obyekt göndəririk və burada bu xəta verir. Xəta verməsinin səbəbi nədir? Bir dənə baxaq burada xəta verməsi səbəbinə. Uça bilir, new üzə bilir. Burada yəqin ki üzə bilir, üzə bilmir. Xəta buradaydı bayaq. Xəta orta nöqtə üzmədən import almışdı deyə xəta verirdi. Heyf, bilsəydik onda o bir paketlərdə silməzdik. Buradan geri qaytaraq. Qaytara bilmirik. Nəysə. Okey, problem deyil. Davam eləyək. Deməli, gəldik biz hara? Main içərisinə gəldik və main içərisində bu xəta yenə davam edir. Niyə davam edirsən xəta? Bu da ortadan implement aldığına görə nə yaxşı bir dənə bu bizi tapdı bu problem. Yoxsa nə niyəsiydik? Okey. Buna bir dənə okey, indi nə problem verirsən bəs? Bu da ortadan. Niyə hamısı orta nöqtə uçmadan import alıb? Bu da ortadan import alıb. Hamısı ortadan import alıb. Nəysə fikirləməmiş yaza getmişik. Okey. Problem deyil. Nəysə olur belə şeylər. Okey. New uça bilir, üzə bilir yaratdıq. İndi vəhşi ördək nöqtə uçma metodunu çağıranda vəhşi ördək referansına nöqtə hansı klass çalışdı, üzmə bacarığı və update uçma və üzmə bacarığı və uçma bacarığı çağıra bilərik. Uçma bacarığını çağırdıq, vəhşi ördək nöqtə üzmə bacarığını çağıra bilərik. Okey. Və vəhşi ördək nöqtə hansı klass çalışdı metodunu çağıra bilərik. Və run elədiyim zaman class cast exception yenə alırıq. Nə yaxşı ki, bunu eləmişik burada. Okey. Təkrar eləyək, problem deyil. Okey. Uça bilir, üzə bilir və vəhşi ördək klassı çalışdı şəklində bizə nə gəldi? Zat gəldi. Bunu Ctrl-X eləyə bilərik ki, bizim üçün rahat olsun. Ctrl-V. Okey. Bu şəkildə nə elədik? Bir dənə vəhşi ördək klassı çalışdı, üzə bilir və uça bilir şəklində yaratmış olduq. İndi biz gəlin nə eləyək? Bir dənə də vəhşi ördək. Bayaq oyuncaq ördək klassımız var. New Java class, bu da bir dənə oyuncaq ördək klassını yaradıq. İndi oyuncaq ördək klassını yaradırıq. Oyuncaq ördək klassı bir ördək olduğuna görə ördək klassından extend alır və bir ədəd abstrakt metodu var. Həmin abstrakt metodda nə eləmiş olur? Implement eləmiş olur. Bastıq Enter-i, implement edirik. Sistem out printerində nə çapa veririk? Oyuncaq ördək klassı, oyuncaq ördək klassı çalışdı şəklində bir dənə ekrana mesaj çapa vermək istəyir. Okey, bundan başqa bizim nələrimiz var idi? Biz dedik ki, əgər oyuncaq ördək klassının obyektini yaratmaq istəyiriksə, biz konstruktordan o ördək klassına dəyərləri də göndərməliyik. İndi biz vəhşi ördəkdə necə konstruktor yaratmışdıqsa, başqa içindən bir dənə həmin konstruktoru götürürük, Ctrl-X, Ctrl-C, gəldik oyuncaq ördək klassına
yapışdırdıq Ctrl-V və şu ördəyi nə edirik? Əlbəttə ki, oyuncaq ördək adı ilə dəyişirik. Konstruktor. Aha, все. Bizim işimiz bundan ibarət. Все, bunu yaratdıq. İndi burada bir dənə ördək klassı yaradırıq main içərisində. Bu ördək də nədir? Ördək tipində oyuncaq ördək. Oyuncaq ördək bərabərdir new oyuncaq ördək və iki ədəd parametr qəbul edin. New uçmaq bacarığı oyuncaq ördəkdə varmı deyə fikirləşək. Bir dənə əlavə etmək istəyirik, yoxsa istəmirik. Uça bilməsin. Uça bilmir yazdıq və üzmək də new üzə bilmir dəyəri göndəririk bura. Nöqtəli vergülü qoyduq. Artıq nə eləmiş olduq? Oyuncaq ördək referansını yaratmış olduq. İndi eyni qaydada oyuncaq ördək nöqtə hansı çalışdı yazılmaq istəyirəm. Sonra oyuncaq ördəyin nöqtə üzmə bacarığı və uçma bacarığını ekrana gətirmək istəyirəm. Üzmə bacarığı və oyuncaq ördək nöqtə uçma bacarığını uçma bacarığı yazmışam. Nəysə. Uçma bacarığını ekrana çapa vermək istəyirəm. Run eləyirəm. Və birinci vəhşi ördək klassı çalışdı. Uça bilir, üzə bilir. Oyuncaq ördək klassı çalışdı. Üzə bilmir, uça bilmir. Şəklində ekrana yazı cavab verilir. Okay, indi deyirik ki, bizim oyuncaq ördəyimiz zaman keçdi. Yeni tələblər gəldi və deyirlər ki, oyuncaq ördəyimiz bu dəfə üzə bilir, amma uça bilmir. Okay. Çox gözəl bir ördək yaradılır oyuncaq ördək. Bu oyuncaq ördəyin təzə bacarığı var. Nədir? Üzə bilmək. Oyuncaq ördəyin nöqtə update nə eləyirik? Update üzmə. Burada nə göndəririk? Dəyər olaraq new uça üzə bilir. Bəli, üzə bilir dəyəri göndəririk. Və oyuncaq ördək nöqtə uçma bacarığı və üzmə bacarığı. Deməli, oyuncaq ördək nöqtə üzmə bacarığını ekrana çap vermək istəyirəm. Run eləyəndən sonra burada bir dənə şey eləyək ki, update-dən sonra sistem out print elən update-dən sonra. Okay. Təkrar elədim. Update-dən sonra üzə bilir şəklində ekrana mesaj çapa verilir. Deməli, biz bu strukturunu eləmiş olduq. Biz kodumuz işləyən vəziyyətdə də belə deyim, klassın funksiyonallıqlarını dəyişmiş olduq. Bayaq üzə bilirdi, üzə bildiyi şəkildə icra olunurdu funksiyonallar. Bu dəfə üzə bilmir, təzə bir funksiyonallıq gəldi və üzə bilmir şəklində funksiyonallar başladı işləyib icra olunmağa, bu şəkildə çalışmağa. İndi bu dəfə artıq bizim üçün təzə bir funksiyonallıq əlavə etmək daha rahatdır. Niyə görə rahatdır? Mövcud kodları dəyişməklə, yeni kodlar əlavə və mövcud kodları az bir dəyişiklik eləməklə yeni dəyişikliklər kod içərisinə inteqrasiya eləməyimiz daha da rahatlaşır. Məsəl üçün, uçma və üzmədən əlavə bir dənə də yemək, məsəl üçün, yemək funksiyonallığı gətiririk, interfeys yaradırıq. Onu da özünüz eləyə bilərsiniz. Bunun üçün nə edirik? Bir dənə interfeys yaratdıq, yemək və yemək yeyə bilir, yemək yeyə bilmir konkret klassları yaradırıq və ördək klassına bir dənə dəyər əlavə edirik. Yemək yeyə bilməm, məsəl üçün, əlavə elədik. Okay, yemək yeyə bilməyin getter və setterini yazdıq. Bundan sonra təzə ördəklərdə və köhnə ördəklərdə istəsək əlavə eləyə bilərik. Həmin dəyişənləri promo gəlib əlavə eləsin deyə əlavə eləyə bilərik ya da gətirib istifadə eləyə bilərik birbaşa. Yəni, istədiyimiz formaya gətirə bilərik. Ya da təzə bir dənə ördəyimiz gəldi. Oyuncaq ördəyimiz var, vəhşi ördəyimiz var və də təzə bir dənə ördək gəldi. Məsəl üçün, evcil ördək. Bir dənə evcil ördək klassı, ördək klassından extend aldı. Bir dənə konstruktorunu atdıq ora. Bir dənə də hansı metod çalışdı, ortaq nə abstract metod olsa onu override elədik. Bizim işimiz bitdi. Bu qədər. Bu qədər sadə, bu qədər bəsit şəkildə biz kodumuzu daha elastik, daha dinamik formaya gətirmiş olduq. İndi bizdə harda ən çox suala yarana bilər? Necə oldu ki, məsəl üçün, burada mən main içərisində üzmə bacarığı kimi new uça bilir dəyərini göndərə bildim. İndi mən vəhşi ördəyin içərisinə
baxdığım zaman, ördək klassının içərisinə baxdığım zaman bu nədir? Bunu buradan yapışdıraq. Bu nədir? Üzmə. Bu bir interfeysdir. Yəni bu interfeys olduğuna görə bu implement elədiyinə üzə bilmək və üzə bilməmək. Bunlar bundan implement aldığına görə bunlar üzməyin yerinə üzə bilmək və üzə bilməmək klassları mən rahatlığın dəyər kimi ötürə bilirəm. Çünki üzə bilmək bir üzmədir, üzə bilməmək də bir üzmə bacarığının bir alt növüdür. Ona görə də bu istənilən yerdə bu dəyərlərimi göndərə bilirəm. Buna görə də mənim işim nə olmuş olur? Rahat olmuş olur. Və eyni qaydada da mən üzmə bacarığını məsəl üçün çağırdığım zaman bura birbaşa obyektin özü göndərdiyi üçün məsələn new əgər uça bilməkdirsə, uça bilmir, uça bilirsə, burada uçmaq bacarığının override olunmuş forması getiri çalışdırdığım zaman avtomatik olaraq nə etmiş olur? Üzmək deyim zaman əgər new məsəl üçün üzə bilmirdisə, yaddaşda saxlanan dəyər üzə bilmir formasında yazılmış olur. Əgər üzə bilməkdirsə, gedib üzmək, uça bilmək, üzə bilmək içərisindəki bu new'dan sonra gələn bu override olunmuş forma çalışmış olur. Və bu şəkildə kod daha səliqəli və səlis formada çalışır. İndi əlavə suallarınız varsa və təklif və iradlarınız belə deyək, YouTube-a yerləşdirəcəm videonu aşağıdakı yorum hissəsinə bildirə bilərsiniz. Əlavə nə videolar istəyirsə, onları yaza bilərsiniz. Gələn dərsləri nəzərə alım. İndi ola bilər ki, bəzi boşlar oldu. Başa salmaqda biraz belə deyim, o qədər də peşəkar başa salmam, çünki bu YouTube-a yerləşdiyim ilk videodur yerləşdirdiyim. Okey, nə boşluqlar görürsünüzsə, heç belə şey eləməyin, çəkinmədən boşluqlar əlbəttə ki, deyə bilərsiniz ki, məsələn, burada bunu istifadə etsən yaxşıdır, burada bunu qeyd etsən yaxşıdır, bu hissəni bu şəkildə izah etsən yaxşıdır. Bütün hamısını oxuyub bir-bir dəyərləndirirəm və əlavə suallarınız var, bu necə oldu, çalışdı, şəklində suallarınız varsa, çox rahatlıqla ünvanlaya bilərsiniz və cavablandırmağa çalışıram sizin suallarınızla. Hələ ki məndən bu qədər. İnşallah maraq olsa da, olmasa da özüm hədəf qoymuşam ki, hər öyrəndiyim yeni məlumatı sizinlə bölüşüb, belə deyim, bəlkə kiminsə ehtiyacı var öyrənməyə. Bu açıq resurs kimi açıb buradan öyrənə bilər. Məsələn, mən dizayn patternları öyrənmək üçün belə o qədər də çox məlumat tapmırdım internetdə. YouTube-dan məsələn resurs tapmırdım. Türklərim var idi. O da o qədər yaxşı yazmırdılar. Belə yalandan yazdırdılar bir iki dənə kod, izah eləmirdi hardan gəldi, hara getdi deyə. Mənə çox qəliz gəlirdi məsəl üçün. Bilmirəm, indi sonradan əlavə eləyiblərmi, varmı? Mən yəni görməmişəm onu. Varsa da belə aşağı linklərini qoya bilərsiniz. Başqa istifadəçilər götürüb buradan istifadə edə bilər. Mən bu qədər. İndi inşallah gələn videolarda görüşərik. Hələlik özünüzə müğayət olun.